görün nə ağlaşma var Rusiyada və bu mənzərə mənim təsvir etdiyim, mənim xəbərdarlıq etdiyim, hansı ki taxtabaşlar özlərini cırırlar, burada mikrorayonda Əhmədlə məmarası oturub, bəs oturmuşuq burada keyfdik, cəmaət burada pul qazanır, göndərirəm, bunlar hamısı havadır danışdıqları. Bunlar isə faktdır. Bura press klubudur, burada fakt və argumentlər söylənilir. Çəkirlər və ağlaşırlar. Matəmdir Rusiyada, başa düşürsünüz. Və Kiyev, Ukrayna, NATO bir onun yığıncı anlayıblar ki, bunlar qələbəyə yaxınlaşırlar. Rusiya diz çökür. Putin de o dizdən, düet dizdən qaldırmışdı Rusiyanı. Diz üstə yox, ağzı quyulu uzadıb Rusiyanı Putin. Stayom skalenda, diz üstündədirlər, ağlaşırlar. Bilirsiniz necə? Yəni, əsl matəm ayı indi oradadır. İranda filan da deyil. Baxın, görün, necə ağlaşırlar və niyə ağlaşırlar. Digər qadını ver, zəhmət olmasın. Я просто въебала целый день в Москве. Я сейчас здесь и живу, у меня, блядь, время на подсчет идет. У меня просто все процедуры, все дела въебаны на сегодняшний день из-за ебучих геолокаций. Я вообще не понимаю, как тут можно жить. Я просто настолько огорчена. Такси стоит 5 минут ехать 1200. И то, блядь, я заказываю, оно не приезжает, я иду до него уже 15 минут. Это нормально вообще? Я вообще не понимаю, ребят, реально здесь жить сейчас. Да! Я уже жду, когда я улечу. Реально не понимаю, как здесь жить. Если пошешь меня в реал, mən bu ölkədə necə yaşayıram. Bəs deyirdiniz, hamı sizə paxıllıq eləyir. Вы же вчера говорили, что все вам завидуют. НАТО хочет напасть на вас. Ваши ресурсы, ваша нефть. Вот ваша нефть. Где же ваш бензинчик? А? Это что за позор? Это, как говорил товарищ Сахов, позор. На весь район, позор. Позор, ключевое слово. Позор. Biabırçılıqdır bu. Bunu Kamran ağlatmır. Bunu mən dediyim. Bu ağlayırlar. Üz cırdı da orada. Saç yoldu da orada. Amma biri də durub demir ki, ara saxla bu müharibəni də, nə istəyirik, biz oraya niyə geb girmişik yaxı, biz niyə işğal edirik, yox, Pircümovkanı almaq istəyirik, nə bilim, orada Konstantinovkanı almaq istəyirik. Axı, nə üçün? Benzin yoxdur, isti su yoxdur, su yoxdur, işıq yoxdur, internet yoxdur, ifunət basıb hər yeri, biz gündən-günə qiymətlər dağılır bu ölkə. Ölkə sadəcə dağılır. Sən isə bütün günü çıxırsan və deyəsən, indi bilirsiniz də Volodin nə deyib, orada parlamenti sədri deyib ki, bundan sonra kim şikayət eləsə, benzindən, qiymətlərin, sonra ərzaqın olmamasından, o dövlət xainidir. Yəni, vrak naroda, xalq düşmənidir, o Sovet dönəm düşünmüşdülər. Əlbəttə, Volodin özü üçün də benzini də var, isti yerdə, pulu da var, hər şey yerində. O benzində deyəmir ki, onlar üçün ayrıca yanacaq məntəqələrdə, onlar üçün həmişə tapılacaq, maşınlar da həmişə dolu olacaq. Və bunlar da Volodinə yox, Putinə yox, ancaq belələr, nə bu nədir, niyə belədir görəsən? Nə üçün biz belə günə düşdük yaxı? Nə oldu belə, nə oldu belə? Biri demir ki, drondur da, gəlir vurur. Neft tərəməz oldu qamda, Omsk'ı vurublar, Omsk. 3000 kilometr aralıdadır, 3000 kilometr. Yəni, Ukraynanın ərazisindən ora 3000 kilometr var. Və 3000 kilometr uzaqlıqda o, həmən zavodu, Rusiyanın ən böyük zavodunu vurdular. Belə, özdə mən sizə deyim ki, necə lazımdır vurdular. İndi mən sizə birazdan göstərəcəm bir qız həmən Omsk şəhərində vurulma ərəfəsində nə demişdi? Öyle bir fala baxırmış qız. Onu göstərəcəm, amma ondan əvvəl başqasını göstərəcəm. Görün, bu necə ağlayır. Ağlaşmanın da davamını göstərəcək sizə. Baxın, görün, necə ağlaşırlar. Baxın, maşının içində ağlayır. Я просто в шоке. Прошел сейчас сотрудник заправки по всем машинам вдоль очереди. Говорит, бензина не будет сегодня. Мы живем в 21 веке, век технологий. У нас не работает сеть, я не могу элементарно срочные дела позвонить мужу, я не могу нормально вести бизнес, мы уходим в убытки. Мы вообще, блядь, ничего не можем сделать. Мы не можем машины свои заправить. Мне не хватит даже домой доехать. Ay can, ay can. Ne gözəldir. Ukrayna anaları belə ağlayanda, benzin yox, evlatları sizi öldürəndə.
2 yaşında, 3 yaşında. Bilirsiniz, mən bir mənzərəni həmişə bu təkrar edə bilirsiniz. Yenə təkrar edəcəm onu mənzərəni. Onun da dəhşətli mənzərələr ki, 3 gün bundan əvvəl gördünüz də Ukraynanın Kiyevin mərkəzində Putin orada ancaq mülki insanlar öldürür. Atır, uşağı, qadını öldürür və deyir ki, biz vururuq. Burada taxtabaş bilir. Gördüyün vurdu. Vurub, sən Kiyevdən danış. Orada 3 dənə uşaq öldürüb orada. Ay alçaq. Ay bax, bunun ağzı Funətlinin ağzı kanalizasiyanın ay nəcisi, yəni o həmən o bu taxtabaş, buradakı taxtabaş. Bu ondan çox şərəflidir. Çox şərəfli. Amma necə ağlayır? Məsələn, deyir ki, 21-ci əsrdir, məsələn, 2026-cı ildir və bizdə internet yox, bu deyir, işıq yoxdur, benzin yoxdur, evə bilməm necə gəlib çatacaq, bu nə yaşayışdır, belə də yaşayışlar. Deymir, bir dəfə ki, müharibəni saxla. Hamısının səbəbi sənin bizi müharibəyə salmağındır. O, kənd bizə lazım deyil, biz özümüz batırıq burada, hələ özümüzə pul bıraq. Pul da olmayacaq bundan sonra, orada sanksiyan alır, o dağılacaq olsun ərəfəsindən, amma bu heç olmasa anlamalı da ki, niyə bu haldadır? Elə ancaq şərtdir ki, niyə 21-ci əsrdə biz bugün ağlaşırlar? Ağızla söyüşdür ancaq, başa düşürsünüz? Biz çox yerə fit filan qoyuruq, neyi niyə edək? İstərliyik. Bunlar başqa cür danışa bilirlər də. Biz də gedib bunların dilində bölməyə uşaqlarımızı qoyuruq ki, bunlar kimi danışsınlar. Hə? Bizim də bəzi ziyalıcığımız, buradakı ziyalıcıqlar deyirlər ki, bunların dilindən, rus dilindən deyir bizə ziyan gəlməz, deyir, türk dilindən bizə ziyan gəlir. Bir dənə rəng var, rəng, adi rəng. Hələ onu deməyə, millətimizə öyrədə bilmirik bunların o siz gələn çirkabından can qutara bilmirik. Gah oranjıvı deyirik, gah fioletovu deyirik, gah karişni deyirik, gah deyirik, bardovu deyirik, vişnovu deyirik. Bir dənə öz dilimizdə heç nə yoxdur. Heç nə.